Bu dünyanın ən böyük hərbi təyyarəsidir. C5 Super Galaxy. Uzunluğu 247 fut, qanadlarının açıqlığı isə 222 futdur. Yerdə dayananda təyyarənin 18 təkəri var. İndi biraz alçaq görünür, çünki hidravlika ilə yerə endiriblər. Bunu ona görə edirlər ki, burun açılanda içəri yük yığmaq daha rahat olsun. Yük bölməsinə baxın, həqiqətən nəhəngdir. Burada peykdən tutmuş tanklara, hətta Black Hawk helikopterlərinə qədər hər şeyi yerləşdirmək olar. Döşəmədə onlarla D halqalar var ki, qayışlarla bağlayırlar. Divarlarda isə iri qısqaclar və hətta zəncirlər görmək olur. Hər bir bağlama nöqtəsi 25.000 funt ağırlığı saxlaya bilir. Yəni, ən ağır texnika üçün nəzərdə tutulub. İndi isə ön hissəyə qalxaq. Bura kokpitdir. Təyyarəni idarə edən komanda buradadır. Burada elektrik panelləri, yanacaq sistemləri və müasir ekranlar var. Ən ön hissədə pilot və ikinci pilotun yerləri yerləşir. İdarə etmə pedalları və bütün nəzarət buradadır. C5 yalnız yük daşımır, həm də insan daşıyır. Arxa tərəfə keçəndə ekipajın istirahət otaqları var. Pilotlar uzun uçuşlarda burada növbə ilə yatırlar. Hətta sobası və soyuducusu da var ki, yeməkləri və qəlyanaltıları saxlaya bilsinlər. Tam dolu halda bu təyyarə 73 əskəri, bütöv bir batalyonu daşıya bilir. Vyetnam müharibəsində də məhz belə təyyarələrlə əskərlər döyüşə aparılırdı. C5 Super Galaxy sadəcə təyyarə deyil, bu bir uçan logistika qalasıdır. Müharibənin ağırlığını okeanlardan o tərəfə daşıya bilən nəhəng. Əgər xoşuna gəldisə, like elə və abunə ol. Davamı daha da maraqlı olacaq.